Devlet İmtihan Merkezi 2025. yıl test olgusu coğrafya. Birinci hisse yer səthinin relyefi mövzusundan ekstrüzyon prosesler, relyef, morfoskulpturlar. 60 testin burada təhlilini vereceğim. Endüzyon prosesleri əvvəlcə vermiştim. 59 testiydi. Akümülativ düzənçlər yaradan əsas amiller külək, dalğa, tektonik sıxılma. Burada cevap səhvdir. Aşınma, palçı vulkanlarının fəaliyyəti intensiv əyilmə səhvdir. Akarsu, külək, akarsular, küləklər, buzdaqlar akümülativ relyef formaların yaradırlar, gətirib çöküntüləri kökə yerlərdə toplayırlar. Dendriyasiya, dendrasyon düzenlik yaradır. Aşınma nəticəsində sular ünlü yerdən alçaq yerə aparılır. Yalnız endüzyon prosesleri o cevapta səhvdir. Cevap sevəndi. Suların pis kaşınması harda sürətlə baş verir? Pis kaşınma gündüz temperatürün həddindən artıq yuxarı qalxması, gecə kəskin soyulması nəticəsində baş verir. Bu da ən güclüdür tropik səhralarda. Cevap sevəndi. Karst prosesləri dedikdə nə başa düşülür? Qayalarda kristalli suların çətə çıxması yox. Barxanların əmələ gəlməsi yox, torpaqların məhsuldarlığının artması yox, şərq və sirklərin əmələ gəlməsi yox, suların yeraltı sular tərəfindən yuyulması, əhəng daşı, gips dolumu kimi sular yerin altında sular tərəfindən suda həll olur, suyun yerin altında boşluq yaranır. Buna da bu prosesə karst prosesi deyilir. Cavab yevəndir. Dördüncü buzlaşmasının daha çok rol oynadığı düzenlik, dördüncü buzlaşması bildiğiniz kimi Şimal yarımkəsin şimal hissəsində olubdu. En çok məruz qaldığı ərazilərdən biri də burada, deməli Şərq Avropa düzenliğiydi. Cevap deməndi. Səhralar üçün səciyyəv olan relyef formaları, səhralar bildiğiniz kimi qumdur. Qumdan əmələ gələn relyef formalarını göstərəcək. Barxan düzü, Duyun düzü, çay deltalar səhvdir. Qobu qismən doğrudur. Kanyon səhvdir. Trogler səhvdir. Yarğan, qobu, çar olmaz. Buzdaq yaradılını, yarğan, su basar olmaz. Barxan düzeydi. Duyun, barxan, qum tirələr. Cavab yevəndi. Abraziya nedir? Su üzeri sahillerinde dalganın dağıtıcı faaliyetine abraziya deyilir. Cevap A-bəndi. Buzdağların faaliyet neticesinde əmələ gələn relyef formaları trog, yani teknovari dərelər, çarlar, sirklər, buzdağ faaliyet neticesinde əmələ gəlir. Cevap A-bəndi. Akarsuların faaliyeti neticesinde əmələ gələn relyef formaları, akarsular deyikdə çayların yarattığı relyef formalarını deyir. Ketman konusları düzdür, estuari düzdür, çay deltaları düzdür. Ketman konusu çay dağdan düzenliğe keçdikdə çayın getirdiği materyallardan konusu barı şekilde yaranan akümülatif relyef forması konu şeklinde olur. Estuari çayın mənsəbinin dəniz okeana mənsəbə doğru kapı benzer şekilde genişlenen hissəsidir. Çay deltasındaki çayın deniz okeana töküldüğü yerde çay getirmelerinden yaranan delta şekilli akümülatif düzenliktir. Cevap A-bəndi. Allüviyat düzençlerin yaranmasının sebebi allüvi çayın çöküntüsüdür. Çay çöküntüsüne allüvi, müvəqqət axarda çay çöküntüsüne ise pralüvi deyilir. Deməli, allüviyat düzençlerin yaranmasının əsas sebebi çay çöküntülərinin toplanmasıdır. Cevap B-bəndi. Moren tire ve tepelerin əmələ gəlməsinin əsas səbəbi morenlər buzdağın çöküntüsüdür. O görə də buzdağın fəaliyyəti nəticəsində əmələ gəlir. Moren tire təpələri. Cavab yevəndi. Böyük səhrada pis kaşınmanın güclü baş verməsinin səbəbi antrojen təsirin güclü olması, orada əhali azdır. Qədim kristalli biyologiyaya malik olmasının dəxli yoxdur. Sutkarı temperatur amplitudunun böyük olması pis kaşınmanın baş verməsinin əsas səbəbi. Cavab sevəndi.
Kanyonların əmələ gəlməsi üçün zəruri olan şərait qədim kristal suların və platformaların olması səbti, relyefin çox meyilliyi və asan görən suların üstünü təşkil etməsi, çay girəndə meyilli yerlərdə yeri yuyur, dərin çay dərəsi yaradır. Asan görən sular olanda çay dərəsinin dərinliyi 1000-1100 metrə çatır Böyük Kanyonda. Cavab B bəndi. Buzdağ relyef formaları, Teşnebar dere, dereler, çarlar, şirkler, A bəndi doğrudur. B bəndə meandr səbti, əğri xəttli çay dərəsi, C bəndində terras qovu səbti, D bəndində yaylı ovalı, Y bəndində tirelər, yarğanlar, cavablar səbti, cavab A bəndi. Akümülativ relyef formaları, akümülyasiya sularının gətirib toplanması, çöktürülməsi, yarğan yox, Teşnebar dere, həmçinin akümülyasiya dögür, terras yox, delta doğrudur, gətmə konusları düzdür, moren təpələri düzgündür, deltanı çayın gətirmə materiallardır, gətirmə konusları çayın yerində dağdan üzərində keçdiyi yerdə yaratdığı relyef formasıdır, moren təpələrdəki buzdağın köçüntüsündən əmələ gələn akümülativ relyef formasıdır. Cavab B bəndi. Ekserasiya adlanır. Buzdağların dağıcı fəaliyyətinə ekserasiya deyirlər. Teşnebar dere, çar, sirk bundan yaranır. Ekserasiya nəticəsində yaranır. Cavab A bəndi. Depilyasiya və ekserasiya nəticəsində yaranan relyef formalarının mövcud olduğu müvafiq ərazilər. Depilyasiya küləyin gördüyü işdir. Ekserasiya buzdağın dağıcılıq fəaliyyəti. Bunların ikisinin də olduğu müvafiq ərazilər. Birinci deməli külək iş görsün, ikincidə isə buzdağ. Şərqi Avropa buzdağ iş görüb orada. Küləyin orada rolu yoxdur. Turan küləyin yarattığı barxanlar, düyünləri var. Qobu səhrasının yerində külək yaradan relyef formaları var. Buzdağ relyef forması yoxdur. Böyük səhranın küləyin yaratdığı barxanlar, düyünlər var. Ekserasiya buzdağ Amazon ovalığında yoxdur. O görə D bəndi səbti. Libiya səhrasında küləyin yaratdığı relyef formaları çoxdur. Şərqi Avropa düzənində isə buzdağın yaratdığı relyef formaları çoxdur. Düzgün cavab oldu D bəndi. Su erozyosunun ən çox yayıldığı ərazidə su erozyası olur. Çayların güclü inkişaf etdiyi yerlərdə, suyun bol olduğu yerlərdə, Ərəbistan Hindistan suyu yoxdur. Cavab səbti Kanada'nın şimalı. Orada buzdağlar daha çok iş görür. Merkez Amerika, Şimali Afrika su yoxdur. Merkez Avustralya quraq yerdə olmaz. Cənub-Şərqi Asiya, Kongo, Amazon çayları hövzələrində həddən artıq çoxlu su var, akarsular var və bunların da dağcılıq qüvvəsi çox böyükdür. Düzgün cavab D bəndi. Y bəndi də Turan ovalı səbti. Eksogen mənşəli relyef formaları, xarcıqın yaratdığı relyef formaları, moren tirələrin deməli buzdağ yaradır, gətmə konusunda çay yaradır, düyünü külək yaradır, çarda buzdağ yaradır. A cavabı ilə eksogen relyef formasıdır. B-də vulkan kraterləri səbti, Novda səbti. C-də yarımada mənasız cavabdır, sinkronal səbti. D-də vulkan kraterləri cavabı səbti. Y-də antiklonal cavabı səbti. Cavab A bəndə moren tirələri, gətmə konusları, düyünlər, çarlar. Cavab A. Küləyin fəaliyyəti adlanır depilyasiya. Depilyasiya cavab D bəndi. Aşınma məhsullarının bir yerdən başqa yerə aparılması denudasiya adlanır. Aparılma denudasiya adlanır. Gətirilib çöktürülmə akkumulasiyadır. Cavab Y bəndi. Denudasiya. Adın hündür yerlərdə gedir. Geomorfoloji xəritələrdə təsvir olunur. Geomorfoloji relyef bölgənin elmdir. Geomorfoloji xəritələrdə də relyef formaları təsvir olunur. Cavab Y bəndi. Yarğanın inkişafının son mərhələsində yaranır qobu. Yarğanın su olmayanda divarları quraqdan uçub dağılır. Yarğan məhv olaraq yavaş-yavaş çökəkliyə dönür. Buna da qobu deyirik.
Cavab A bəndi. Hamar relyefe malik səthi qalın çökmə sularla örtülmüş relyef olması ovalıqlar hamar relyefe malikdir. Üzeri qalın çökmə surlarla örtülmüşdür. Cavab A bəndi. Məsələn, bizim Kölöraz ovalığı. Dünyadakı ovalıqların demək olar ki, hamısı belədir. Cavab A. Eğri diaqramına əsasən uyğun bəndləri müəyyən edən kanyon meandr. Dağ çaylarının yumuşaq əhəngdaşlı suxurlarını kəsib keçən hissəsində yaranır kanyon. Yəni A aid olacaq 1-ə. Çay özünə yeni yatak yaratdıqda axmaz gölə çevrilir bu meandrda. Çayın köhnə dərəsində axmaz göl yaranır. B aid oldu 2-ciyə. Eroziya prosesi nəticəsində hər ikisi eroziyadır suyun. Eroziya dağcılıq fəaliyyəti nəticəsində yaranır. Yəni C aid oldu 3-cüyə. D. Meyilliyi çox olan ərazilərdə ensiz və dərin dərə kanyondur. D aid oldu 1-ciyə. Kür çayının aşağı axınlarında meandr yaranır. Əyri xətlidir, meandr yaranır. Y aid olacaq 2-ciyə. Deməli 1-ə A, D, 2-yə B, E, 3-ə də ki C. Deməli A, D. Bu cavab oldu C bəndi. Eğri diaqramasına uyğun bəndləri müəyyən Barxan sirk. Barxan küləyin yaratdığı relyef formasıdır. Sirkdəki buzlağın mikro relyef formasıdır. Bunların hər ikisi mikro relyef formasıdır. Ona görə də A aid olacaq 3-cüyə. Yəni kiçik relyef formalardır. Eğer proseslərin nəticəsində yaranır. Eğer küləyin gördüyü işdi Barxan. B aid olacaq 1-ciyə. Xarici qüvvələrin təsirlə yaranır. Hər ikisi xarici qüvvədir. C aid olacaq 3-cüyə. Ekselerasiya prosesi nəticəsində yaranmışdır. Ekselerasiya buzlağın dağcılıq fəaliyyətidir. D aid olacaq 2-ciyə. Əsasən səhrada yaranır. O da sirklərdir. Barxanlardır. Barxanlar səhrada yaranır. Küləyin gördüyü iş nəticəsində qum təpələridir. Y aid olacaq 1-ciyə. Deməli 1-ciyə B ilə E, 2-ciyə D. 1-ciyə B ilə E, 2-ciyə D cavab oldu D bəndi. Yarğanlara aid olan əlamətləri müəyyən rütubətli iqlim şəraitində formalaşır. Səhvdir. Müvəqqət axarların dağıcı fəaliyyət nəticəsində formalaşır. Doğrudur. 2. Daim axarların yaradıcı fəaliyyət nəticəsində əmələ gəlir. Səhvdir. Müvəqqət axarların fəaliyyət nəticəsində yaranır. Dağ yamaclarında meyilli sahələrdə daha sürətli çevrilir. Doğrudur. 4. Endogen mənşəli relyef formasıdır. Endogen mənşəli relyef forması dögür. Eksogen mənşəli relyef forması səhvdir. İnkişafın son mərhələsində qollara çevrilir. 6 da doğrudur. Deməli düzgün cavab oldu 2, 4, bir də 6 cavab oldu C bəndi. Ekselerasiya nəticəsində əmələ gələn relyef formaları buzlaq fəaliyyəti nəticəsində çay dərələri səhvdir. Turok dərələri düzdür. Kar düzdür. Sirk düzdür. Cavab B bəndi. Sürüşməyə qarşı aparılan səs mübarizə tədbirləri. Qumlu çıngıqlı suxurların altında cid yerləşir. Yeraltı sular bura daxil olduqda ərazi ağırlıq qüvvəsinin təsiri altında meyilli yerdə yuxarıdan aşağı sürüşür ki, buna sürüşmə deyilir. Azərbaycan Respublikasında Böyük Qafqazın Şimal-Cənub yamacı Qobustan akışı üçün xarakterlikdir. Deməli, rekultivasiya tədbirlərinin aparılması ilə bu qarşısını almaq olmaz. Drenaj sisteminin yaradılması, yeraltı suyun çıxarılması üçün vacibdir ki, dəmiyə ikinci inkişaf etdirməsi, səhvdir, meşə zolaqlarının salınması, ağac əkməkdə suyun yerin altından bitkilər tərəfindən buxarlandırılmasına nail olmaqlar. Bu da sürüşməyə qarşı bir mübarizə tədbiridir. 4 doğrudur. Düzgün cavab 2-4. Sürüşmə hadisəsini yaradan əsas amillər çaylarda şərlərin olmasıdır. Mətləbə dəxli yoxdur. Qurun sularının səviyyəsi əsas amillərdəndir. 2. Atmosfer yanıtlarının miqdarı sürüşmədə yanıtında rolu var. Səthin meyilliyin çox olması bu da şərtdir. 2, 3, 4 artezyan sularının səviyyəsi dəxli yoxdur. Suların yaşında mətləbə dəxli yoxdur. Düzgün cavab oldu 2, 4, 6, 2, 3, 4. Relyefin əmələ gəlməsinə təsir edən xarici amillərə aiddir. Yer qabığında dərinlikdən astroid temperaturun dəyişməsinin mətləblə dəxli yoxdur. Tutqarlıq temperatur əmələ gəlməsi fizik aşınmaya gətirib çıxardır. Relyef əmələ gətirən
amillərindən biridir. Fəal antrogen təsir doğrudur. Səs sularının fəaliyyəti doğrudur. Litosferin hərəkəti bu endogen qüvvələrlə bağlı relyef gətirən amildir. Xarici amillərə aid tutkal temperatur, tutkal deməli fizik aşınmaya gətirir ki, bu da xarici amillərdəndir. Fəal antrogen təsir səs sularının fəaliyyəti 2, 3, 4 cavab B bəndi. Relyef formalarının mənşələrinə görə qruplaşdırılan morfostrukturlar, morfostruktur daxili qüvvənin yaratdığı relyef formalıdır. Morfoskulpturlar da xarici qüvvənin yaratdığı relyef formalardır. Yarğan morfoskulpturdur, ikinciyə aiddir. Qırışıq dağlar morfostrukturdur, birinciyə aiddir. Çay dərələri morfoskulpturdur, ikinciyə aiddir. Dağ arası çökəklik morfoskulpturdur, birinciyə aiddir. Orta okean silsilələri morfostrukturdur, birinciyə aiddir. Morintiləri buzdağın fəaliyyəti ikinciyə aiddir. Deməli, birinci aid oldu 2, 4, 5, ikinci aid oldu 1, 3, 6, cavab oldu B bəndində. Uyğunluğu müəyyən edin. Kürəklərin fəaliyyəti, buzdaqların fəaliyyəti. Yarğan qobu. Yarğanı axarsu qobunu kürək yaradır, heç birinə aid deyil. Barxan duyunu kürək yaradır. Deməli, 2 aid olacaq birinciyə. Sirk Drog dərəsində buzdaqlar yaradır. 3 aid olacaq ikinciyə. Deməli, birinciyə 2, ikinciyə 3 cavab oldu C bəndində. Uyğunluğu müəyyən axar suların fəaliyyəti, kürəklərin fəaliyyəti. Barxan küləyin fəaliyyəti nəticəsində yaranır. 1 aid olacaq ikinciyə. Yarğan axar suyun fəaliyyəti nəticəsində yaranır. 2 aid olacaq birinciyə. Morin tirəsi deməli, buzdağının fəaliyyəti nəticəsində yaranır. Bunlara aid deyil. Duyunu yaradır külək 4 aid olacaq ikinciyə. Gətirmə konusu çayların yaratdığı relyef formasıdır. 5 aid olacaq birinciyə. Deməli, 1-ə 2, 5, ikinciyə 1, 4 cavab oldu B bəndində. Yeratoslar əmələ gətirir. Karst mağaraları, sürüşmə hadisələri, karst qıpları. Yeratoslar həqiqətən karst mağaraları yaradır. Yerin altında boşluqlarda sürüşmə törədir. Karst qıpı yaradır. A bəndi doğrudur. B bəndində mağara doğrudur. Axmaz göl çay yaradır, yerüstü su yaradır. Sürüşmə düzdür, kanyonu yerüstü su yaradır. C bəndi o görə səhvdir. D bəndində yenə də qobu, yarğan səhvdir. Yerüstü sular yaradır bunları. Y bəndində terras səhvdir. Cavab. Cədvələ çıxan fiziki aşınmanın daha sürətli getdiyi məntəqənin müəyyən fiziki aşınma tutkal temperatur amplitutunun çox böyük olduğu yerlər deyilir. Birinci məntəqədə 19-23 arada 4 dərəcə temperatur fərqi var. Gecə ilə gündüzün temperaturunda 4 dərəcə fərq var. İkinci sırada 17-23 dərəcə fərq var. Üçüncü sırada 5 dərəcə, 40 dərəcə, 35 dərəcə fərq var. 35 çox böyük rəqəmdir. Deməli, üçüncü cavab düzgün olacaq D bəndində. 4-də 15, 18, 3 dərəcə fərq var. 5-də 4 dərəcə, 10 dərəcə, 6 dərəcə fərq var. 35 dərəcə fərqin olduğu gündüz 5 dərəcə, gecə 40 dərəcə ki, səhralar üçün bu normal haldır. Deməli, burada fizik aşınma daha sürətli edəcək. Cavab D bəndi. Xarici qüvvələrin təsir nəticəsində suxurların parçalanması, daşınması, çöktürülməsi prosesləri müvafiq olaraq adlanır. Parçalanma bu aşınmadır. Daşınma denudasiyadır, çöktürülmə akkumulyasiyadır. Bir də deyirəm, parçalanma aşınmadır, daşınma denudasiyadır, çöktürülmə akkumulyasiyadır. Cavab A bəndi. Aşınma, akkumulyasiya, denudasiya və eroziya proseslərinin ümumi əlaməti daxili qüvvələrin dağıcı fəaliyyətindən yaranır. Bunlar daxili qüvvələrlə bunların əlaqəsi yoxdur. Xarici qüvvələrin təsirindən yaranır. Aşınma, akkumulyasiyada, denudasiyada, eroziyada. B bəndi doğrudur. Fizik aşınmanın daha fəal baş verdiyi dağlıq yaylalar. Deməli, bunlar səhrada olan yaylalar olacaq. Qobi düzü, Etiopiya səhvdir, Orinoco səhvdir, Qarabağ səhvdir, Braziliya səhvdir, Qərbi Sibir səhvdir, Braziliya səhvdir, Mərkəz Düzənlik səhvdir,
Hakkari, Tibesti, Gobi, burada da səhralar yaranan yaylalardır. Burada pisqaşma cüziyedir. D bəndi düzgündür. Y bəndində Amazon orta bir cavablar səpti. Cavab D bəndi. Hansı təbiət hadisələrinin inkişafında arıcıllıq pozulmuştur? Moren tirelərinin yaranması. Moren tiresi buzların çöküntülərinin yaranan tiredir. Ekstrasiya buzdağın dağıtıcı fəaliyyətdir. Arıcıllıq pozuldu. Buzdağ əvvəlcə çöktürdü, sonra dağıtdı, sirk yarandı. Sirk də buzdan yaratdı. Dairə formalı çökək yerdi. A bənd arıcıllıq pozuldu, bu görə A bənd doğrudur. B bəndə vulkan püskürür, lava səthə tökülür, epidu çuxurlar yaranır, arıcıllıq doğrudur. C bəndə quraq iqlimdə surat temperaturları böyük olur, pisqaşınma baş verir, arıcıllıq doğrudur. Aşınma çuxur dağılır, denudasiya aparılır, akumulyasiya çuxur gətirilib çöktürülür, litosfer tavaları toqquşur, okean tavaları materik tavanın altına batır, okeanla uyaran arıcıllıq doğrudur. Düzgün cavab moren tirələrin yaranması buzdağın akkumulyativ formasıdır, sonra dağıcılıq formasını yazıb, ekstrasiya, sonra sirklər yazıb, arıcıllıq pozulub. Cavab A. Hansı təbiət hadisələrinin inkişafında arıcılığı düzgün verilmişdir? Barxan yarandı, küləyin akkumulyasiya fəaliyyətdir. Depilyasiya küləyin dağıcılıq fəaliyyətdir. Qum tirələrin yaranması küləyin yerində bu akkumulyativ fəaliyyətdir, çöktürücülük fəaliyyətdir, arıcılıq pozuldu. Moren tirələrinin yaranması akkumulyasiya fəaliyyətdir. Ekstrasiya dağıcılıq fəaliyyətdir. Sirklərin yaranması yaranacaq. Yenə də burada da əvvəlcə çöktürdü, sonra dağıtdı. Arıcıllıq pozuldu. Litosfer tavaları toqquşdu. Seismik tavalar toqquşdu. Seismik proseslər baş verdi, zəlzilə törədi. Burada arıcıllıq düzgündür. C-bənd doğrudur. Denudasiya, suxur, dağıl, aşınma. Əvvəl aşınma olur, sonra suxur bir yerdən başqa yerə aparılır. Denudasiya aşınmanın yeri səpti deyilə. Mağaraların yaranması, karst prosesi, batakların yaranması. Karst prosesindən sonra mağara yaranır. Bir neçin yeri səpti. Cavab C. Dördüncü budaşmasının əmələ gətirdiyi relief formların daha geniş yayıldığı düzənişlər Turan ovalığı səpti. Dördüncü budaşması materiklərin şimal hissəsində baş verir. Orta Sibir yaylası düzdür. Qərbi Sibir ovalığı düzdür, böyük Çin düzənliyi səpti. Qərbi Sibir ovalığı düzdür, mərkəz düzənliklər düzdür. Misir ovalığına çatmayıb səpti. Xəzəryan ovalığı düzdür, mərkəz düzənliklər düzdür, Padon ovalığı səpti. Şərqi Avropa ovalığı düzdür, Avropa düzənliyi düzdür, Almanya Polşa ovalığı düzdür, Şimali Sibir düzdür. Bunlar dördüncü budaşmasının geniş yayıldığı ərazilərdir. Y cavabı. Dördüncü budaşmasının əməliyyatı relief formlarının daha geniş yayıldığı ərazilər. Qərbi Sibir düzdür, böyük düzənliklər, Ornok ovalığı səpti, Mesopotamiya B-də səpti, C-də Hind-Konq ovalığı səpti, D-də Turan ovalığı səpti. Demək cavab Y-dir. Mərkəz düzənliklərdə yaranıb, Şərqi Avropada yaranıb, Skandinaviyada dördüncü budaşmasının relief formaları var. Cavab Y. Doğru sırları müəyyən, mərkəz ovalıq ərazi xüsusiyyətləri akkumulyasiya prosesləri nəticəsində yaranmışdır. Mərkəz ovalıq düzdür, akkumulyasiya prosesləri nəticəsində sudan gətirib toplanmasından yaranıb. Avustraliyada bir doğrudur. Böyük suvarcı dağlar, materikin şərqində yerləşən qırışıq faili dağlardır. Qırışıq faili yox, faili dağlardır. Ona görə də səhvdir. Nallar bölgəliyi Böyük Avstraliya körfəzi sahilində yerləşir, doğrudur. 3. Mərkəzi düzənişlər pH seismiyyə malik, pH seismiyyə malik deyil, səhvdir. Atlas dağları tropik işıqlanma quşağında yerləşir, səhvdir. Tropik işıqlanma quşağından şimaldadır. Afqan şimal qərbində. Düzgün cavab oldu 1-3 Y bəndi. Elivin devirməsindən uyğun bəndləri müəyyən Barxan Moren. Barxan küləyin, Moren buzdağın fəaliyyətini yaranır. Böyük Qafqaz yüksək dağlıq ərazilərində rast gəlinir Morenə. 4000-10 zirvələrimizdə bir aid oldu ikinciyə. Avrasiya materikində yaranan, Avrasiyada hər ikisi var, Barxanda var, Morendə var. 2 aid oldu üçüncüyə.
Suskar temperaturunun böyük olduğu ərazilərdə formalaşan barxandır. 3 ayda olacaq birinciyə. Tropik enliklərdə daha çox yayılan barxandır. 4 ayda olacaq birinciyə. Xarici qüvvələrin təsirindən əmələ gəldi. Hər ikisi 5 ayda olacaq üçüncüyə. Daimi donuşluq ərazilərdə rast gəlinir morenlərə. 6 ayda olacaq ikinciyə. Deməli, birinciyə 3-4, ikinciyə 1-6 cavab oldu B bəndi. Eğri diaqramına əsasən uyğun bəndləri müəyyən Ərəbistan yarımadası, Hindistan yarımadası. Avrasiya materik üçün yad olan qrup parçası hər ikisi Avrasiya, Ərəbistan Afrikadan ayrılıb gəlib, Hindistanda Hind Avstraliyadan ayrılıb gəlib. Hər ikisi Avrasiya üçün yaddır. Bir ayda olacaq üçüncüyə. Yerləşdiyi platformanın qalxan hissəsində zəngin filiz faydalı qazıntı var. Hindistan yarımadasında Dekan yaylasında. 2 ayda olacaq Hindistan yarımadasına ikinciyə. Eyni adlı tavan hərəkəti nəticəsində qırmızı dənizin sahəsi getdikcə genişlənir. Ərəbistan tavasının hərəkəti nəticəsində 3 ayda olacaq birinciyə. Qədim Honbana qurusunun tərkibinə aid olmuşdur. Hindistan həm də Ərəbistan hər ikisi deməli Honbanadan ayrılan laboratoriyalar Şimal Amerikanın Avrasiyadır. Ərazinin intensiv fizik aşınma prosesi gedir. Fizik aşınma prosesi gedir Ərəbistanda 5 ayda olacaq üçüncüyə. Şimalda dünyanın ən dağ sistemi yerləşən Hindistan'da şimalında Himalay dağları yerləşir. 6 ayda olacaq ikinciyə. Deməli birinciyə 3-5, ikinciyə 2-6 cavab oldu Y bəndi. Uyğunluğu müəyyən. Ekstrasiya buzların fəaliyyəti, Çar sirk düzdür, Tepuyi səbti, Çardı sirkli Təknəbar dərədir. O görə acayip səbti, Eolada yazıb Kars mağarası səbti, Moren tirəsi səbti, qum təbəsi düzdür, təkcə düzeyli. B bəndində ekstrasiyadan yaranır, yazıb Turok dərəsi, sirk, Çar, üçü də düzdür. Eol üçün yazıb Barxandan qum təpələri B bəndi doğrudur. Qalanlara baxmıram. Bu testlər dəfələrlə təkrar olunur. Arid dendrasyon relief isti ve quru iqlim şəraitində yaranan morfostrukturlardır. Morfostruktur diyor, morfoskulpturdur. Arid iqlimli ərazilərdə hamar zəif parçalanmış düzənliklərdir. Zəif parçalanmış yerlər diyor, kəskin parçalanmış yerlərdir, səhvdir. Rütubətli iqlimə malik ovarlıqlar üçün səciyyəvidir. Rütubətli iqlim olan yerdə olmur bu. Arid deyirsən, öz quraq yer deməkdir. Quru və isti iqlim şəraitində yaranan kəskin parçalanmış relyefdir. Məsələn, Qobustan deyil, bizim Ceyran çöldür, Acınohurdur, D bəndi doğrudur. Akkumulyasiya prosesləri üçün əlverişli təbii şəraitin mövcud olduğu relyef formalarının müəyyən akkumulyasiyadır. Çöşək yerlərdir. O göldə çöşəklər göstərəcək 5 daxilə baxsın. Ki, bu da 2-dədir, bir də 4-dədir. Bir təpədir, bir şişlər çölə baxır. 85 ən uca zirvəsidir. 3, 90 ən uca zirvəsidir, bu da təpədir. 2-də çöşəkliyin dərinliyi, çöşəkliyidir 120 metr. 4-cü çöşəkliyin dərinliyi 180 metr. 2, 4 cavab Y bəndi. Akkumulyasiya burada edəcək. Denudasiya suxurların hündür yerlərdən alçaq yerlərə aparılmasıdır. O göldə təpələri götürəcək. Bir çöşəkliydi, berişlər daxilə baxır. 2 təpədir, burada denudasiya edəcək. Ən uca zirvəsi 130 metrdir. 4 çöşəkliydi, burada akkumulyasiya edəcək. 5 təpədir, burada gedəcək. Denudasiya suxur buradan hündürdən alçaq aparılacaq. Deməli, düzgün cavab oldu 7, 2, 4. 2, 130 metr, 3, 150 metr hündürlüğü olan təpələrdir. 2, 4. Relyefin əmələ gəlməsinin təsir edən xarici amillərə aiddir. Yer qabında dəniqdən sonra temperaturun dəyişməsi səhvdir. Suskar temperaturunun böyük olması fizik aşınmayadır. Bu da relyef əməliyyatında böyük rol olan malikdir. 2, buzdağların yaradıcı dağıcı fəaliyyəti 3 düzdür. Səs suların işi bu da düzdür, axarsular. 2, 3, 4 düzdür, litosfer tavanının hərəkət nəticəsində endogen relyef formaları cəryanır. Bu daxili qüvvələrlə bağlıdır. 2, 3, 4 düzgündür.
Çökmə suların əmələ gəlməsində rolu daha böyük olan amillər. Buzdaqlar çökmə su yaradır, bir doğrudur. Çayların dağıcı yaradıcı fəaliyyəti çökmə su yaradır, doğrudur. Maqnit qasırğası səpti, sular temperaturu çökmə su yaradır aşınma nəticəsində. 1, 2, 4. Morfoskulpturları müəyyən edin. Yəni, xarici güvən yaratdığı relief formalarını, vulkan krateri endogen güvən yaratdığı morfostrukturdur, səpti. Barxan duyun külək yaradır, morfoskulpturdur, düzgündür. Kanyon çay yaradır, morfoskulpturdur, 3. Okean novu morfostrukturdur, səpti. Yarğan qobi çay yaradır. Akarsular yerində yaranır, bu da morfoskulpturdur. 2, 3, 5 doğrudur. Xarici qüvvələrin təsiri yaranan relief formaları, faylar, sinkronlar, səpti. Barxan gətirmə konusu düzdür. Qobu fjord düzgündür. Duyun antiklonal səpti. Turok dərələri, yarğanlar düzgündür. Karst qıpları düzdür. Vulkan krateri səpti düzdür. Cavab oldu 2, 3, 5. Uyğunluğu müəyyən morfostrukturlar, yarğanlar, qobular morfostrukturda aid olacaq ikinciyə. Qırışıq dağlar morfostrukturda aid olacaq birinciyə. Sürüşmə nəticəsində yaranan relief formaları bu morfostrukturdur. İkinciyə aid olacaq. C aid olacaq ikinciyə. Dağrası çökəkliyi morfostrukturdur, birinciyə aid olacaq. Moren tirəsi buzdağın tirələri və təpələri buzdağın yarattığı tireler, tepelerde bu da morfostrukturdur, ikinciye aid olacak. Birinciye B, D, ikinciye A, S, E. Uygunluğu müəyyən, eksogen, endogen, abrazyon, terzas, eksogenli, birinciye aid olacak. Okean novları, endogen, ikinciye aid olacak. Gətirmə konusu eksogenli, birinciye aid olacak. Qobi, eksogenli, birinciye aid olacak. Vulkan krateri endogenli, ikinciye aid olacak. Birinciye A, C, D, ikinciye B ile E. Uyğunluğu müəyyən edin. Kanyon, Turok dərəsi, mağara, karst prosesləri bu mağaraya uyğun gəlir. Üçüncüye, eol prosesləri, külək. Küləyin yarattığı burada bir şey görüşmür. Erozya, nəticəsində yaranan kanyondur. C aid olacaq birinciyə. Abrazya, suyun dağcılığı fəaliyyəti bunlara aidiyyəti yoxdur. Ekstrasiya buzlaqdır, Y aid olacaq ikinciyə. Birinciyə S, ikinciyə E, üçüncüyə A. Uyğunluğu müəyyən edin. Duyun, mağara, sirk. Karst prosesləri mağaraya uyğun gəldi. Eol prosesləri duyun. Eol prosesləri nəticəsində yaranır. Ekstrasiya, sirk ekstrasiya nəticəsində yaranır. C aid olacaq üçüncüyə. Abrazya, suyun sahili formalaşdırmasıdır. Rekultivasiya, sıradan çıxmış torpaqların yenidən bərpasıdır. Bunlara aidiyyəti yoxdur. B, A, C, 3'ə aiddir. Uyğunluğu müəyyən, çayların dağıdıcı fəaliyyəti, çayların yaradıcı fəaliyyəti, Astana dağıdıcı fəaliyyəti 1'ə aiddir. Gətirmə konusu yaradıcı fəaliyyəti 2'ə aiddir. Şəlalə dağıdıcı fəaliyyəti aiddir, birinciyə aiddir. Delta çöktürücü fəaliyyəti ikinciyə aiddir. Karst qıpları çayın fəaliyyəti ilə bağlı yaranma, yeraltı fəaliyyəti ilə bağlı yaranma bunlara aid deyil. Birinciyə A, C, ikinciyə B'dir. Uyğunluğu müəyyən, çayın yaradıcı fəaliyyəti, çayın dağıdıcı fəaliyyəti, kanyon dağıdıcı fəaliyyəti ikinciyə aiddir. Delta yaradıcı fəaliyyəti birinciyə aiddir. Çar buzdağın fəaliyyəti bunlara aid deyil. Alluvial düzənlik çayın çöküntüsü yaradıcı fəaliyyəti aiddir birinciyə. Meandr əyri xəttli çay dərəsi çayın dağıcılığından yaranır bu. Y aid olacaq ikinciyə. Deməli, birinciyə B, D, ikinciyə A, E. Uyğunluğu müəyyən, ekstrasiya, çay eroziyası, karst prosesi, mağara, karst proseslərindəndir. Terzas, bunlara aidiyyəti yoxdur. Təknəvari dərə, ekstrasiya nəticəsində yaranır. C aiddir birinciyə. Abrazyon,
E, sahil, Abrasyon sahil nedir bu? Buralarda olmur. E, Okean, deniz sahilinde olur. Kanyon aittir. Yenide çaya. Demeli. Seytekin vardır, ekstraçen demiştim. Kanyon daha duracak. Demeli çay erozyasına. Abrasyon sahil bunlara ait değil. Kanyona ait olacak demeli ikinciye. Demeli birinciye S, ikinciye bu ile E, üçüncüye A. Şuralar bu kadar kesin təhlili.